Mən Hüseynov Natiq 1988-ci ildə Şuşa şəhərində anadan olmuşam. 4 yaşına kimi Şuşa şəhərində yaşamışıq. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal olunması nəticəsində məcburi köçkün düşmüşük. Şuşa şəhərində 4 yaşıma kimi mənim bu ərazidə uşaqlığım keçibdir və təəssüflər olsun ki, uşaqlığımın ən gözəl günlərin Şuşa şəhərində yaşaya bilməmişim. Və bu hal-hazırda bu ərazidə bizim yaşadığımız bina yerləşmişdir və burada uşaqlığımın ilk addımların bu ərazidə, bu binanın ətrafında burada atmışım. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsindən sonra Şuşa şəhərini işğaldan azad etmişdir. Və bir Şuşalı olaraq 44 günlük müharibədən sonra biz də Şuşa şəhərinə qayıtmışıq və Şuşa şəhərində məskunlaşmışıq. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. İşğaldan azad olunmuş bir çox ərazilərdə olduğu kimi Şuşa şəhərində də sürətlə bərpa quruculuq işləri davam etdirilir. 2012-ci ildən SOCAR-ın Azərqaz İstehsalat Birliyində çalışıram. Şanlı zəfərdən sonra işğaldan azad olunmuş bölgələrdə qaz təsərrüfatı obyektlərin qurulma işlərinə cəlb olunmuşam. Qarabağ Regional Qaz İstismarı İdarəsi yarandıqdan sonra Qarabağ Regional Qaz İstismar İdarəsinin Şuşa şəhəri üzrə rəis müavini təyin olunmuşam.